Vaxtınız xeyir. Dim test toplusu ikinci hissə. Üzünlə göstərək, inanasız. 2025 ikinci hissə səhifə 197-də alkinlər, aromatik karbohidrogenlər ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına baxacağıq. Birinci sualda asetilin və benzolu, eyni kütləli asetilin və benzolun mol miqdarları AB, atom sayıları X, Y, A böl B, X böl Y nisbətini istəyir. İlk öncə bu formulları yazsaq. Asetilin C2H2-dir. Benzol C6H6-dır. Biz əgər kütlələri eyni olacaq şəkildə götürmək istəsək, baxın, asetilin 26-dır, benzol 78-dir. Yəni biz 3 mol asetilin götürməliyik ki, 1 mol benzolun kütləsinə bərabər olsun. Və mol miqdarları 3-ün 1-ə nisbətdə atom sayı da olacaq, elə atom sayıları eyni olacaq. X da elə belə 12 olacaq, 12 mol atom, Y də 12 mol atom olacaq. Yəni AB nisbəti, A böl B nisbəti 3-dür, birinci AB 3-dür. Amma X böl Y nisbəti 1-dir. İkinci sualda benzol və toluol eyni mol miqdarında, tam yaması sərf olunan oksigen mol miqdarı. Deməli, benzola 7,5 mol oksigen sərf olunub, toluola Y. İkinci sualda benzolun yanması C6H6 üstə gəl O2. Mən bir qayda öyrətmişdim ki, karbohidrogenlərin tam yanma reaksiyasında oksigen əmsalını istəyirsinizsə, karbon plus 0,125H deyə bilərsiniz. Yəni 6 üstə gəlsin, 6-nı 0,125-ə vursaq 1,5, bu da eləyər 7,5. Deməli, 1 mol benzolun tam yanmasına 7,5 mol oksigen sərf olunur. Elə şərtdə də 7,5 mol oksigen verirsə, deməli, benzol 1 mol imiş. Deməli, toluol da 1 mol imiş. 1 mol toluol C7H8 desək, bunu sərf olunan oksigen karbon plus 0,125H. Yəni, 7 plus 8-i 4-ə bəndə 2, 9. Y də 9 olacaq. Bu şəkildə X1, Y9. Asetilin və etilindən ibarət 5 mol qarışığa tam doydurmaq üçün 16 qram, yəni H2 emeri 2 olduğu üçün 16 bölü 2, 8 mol H2 lazımdır. İlkin qarışıqda asetilin mol sayını və reaksiya məhsul olan kütlələr cəmini hesablayın deyir. Deməli, burada belə silək. Asetilin və etilin. Asetilin C2H2 1 molun tam hidrogenləşməsinə 2 mol hidrogen lazımdır və etan alınır. Etilin də C2H4 1 molluq 1 mol hidrogen lazımdır və yenə də etan alınır. İndi birinə A, birinə B də deyə bilərəm, birinə A, birinə 5-A da deyə bilərəm. Fərqi yoxdur. Məncə birinə A deyim. Asetilinə A desəm, buna 2 mol, 2 mol hidrogen sərf olunur və A molda etan alınır. O zaman etilin 5-A mol olar və birin birə reaksiyaya görə 5-A molda hidrogen bura sərf olunur. Və 5-A molda C2H6 buradan alınır. İndi ilkin qarışıqda asetilinin mol sayını istəyir. Baxın. Bunun cəmi deməli 2A plus 5-A bərabər olacaq 8-ə. Dedik ki, 8 mol cəmi hidrogen sərf olunur. Bu da A bərabərdir 3 olacaq. A-nı 3 tapdıq. Asetilinin mol sayını A demişdik, A 3 çıxdı. Və reaksiya məhsullarının kütlələr cəmi üzr sayın. Bura 3, bura 2, yenə 5 oldu. 5 molda etan alındı. 5 mol etan da 5 vur etanın emeri 30, 150 qram olacaq. Yəni, birin cavabı 3, ikinin cavabı da 150. Dördüncü suala baxırıq. Propin və benzol homoloqu hansısa benzol homoloqu tam yamasından alınan CO2-nin mol sayı 2,8. Bunların hamısını 0,2-yə bölsək, 0,2, 2 mol propin, 1 mol da benzolun homoloqu, 2,8-i burada 2-yə də bölsək, 0,2-yə təbii ki, 28, 14 mol karbon qazı yaranır. Deməli, propin 2 mol C3H4 və 1 mol CnH2-6-nın əmələ gətirdiyi toplam cəmi karbon dioksidin mol sayı 14. 2 mol propindən 2 üçün 6 mol CO2 yaranır.
N mol 1 mol benzol homoloqunun N mol CO2 yaranar. 6 plus N 14 olacağına görə N də 8-dir. Deməli, ilkin qarışığın deməli bu C8H12 imiş. İlkin qarışığın kütləsini qrammal və yanma zamanı alınan suyun mol sayını hesablayın. Bu bir dənə silə. İlkin qarışıq C3H4. Amma baxın, bu mollarla eləyəcəm. Diqqətli olun. Biz tam ədədə gətirərək hesablamamızı sadələşdirdik. Amma əgər ilkin qarışığın kütləsini istəyirsə, ilkin qarışıqda 0,4 mol propin var. 0,2 mol da C8H12 var. Və burada kütlələr cəmi də karbonları cəmləyib nəsə bir işdə görmək olar. Amma belə olacaq. 0,4 fluorsun C3H4 40 eləyir. Bu da 0,2 fluorsun C8H12 saniyə hesablayaq bunu. Yox, bu elə mən bunu bütün 21,2 tapdım. Vurdum elə 0,2-yə. 0,4-ə 40-a vuranda 16 qram eləyər. Bunların cəmi 37,2 qram. Bu birinci cavabı. İkinci sualda deyir, yanma zamanı alınan suyun mol sayını hesablayın. 37,2 cavab kimi tapdıq. Buranı bir dənə silək. Deməli, alınan suyu hesablayaq. Heç bir problem yox. H2O yazaq. Burada bir dənə H2O yazaq. 0,4'ə vuranda neçə eləyir? 1,6. Gərək bu 0,8 olar. 2-ni 12-yə vuranda 2,4 eləyir. Gərək bura 1,2 ataq. Suyun da mol cəmi 2 mol olacaq. Deməli, düz hesabladıq da inşallah. 0,4 vur 4 0,8 deməli, bu da burada mən formulu səhv tapmışam. Formulu düz səhv tapmışam ben. Bu C8H10'dur. Üzürürsən. 0,2'ni. Bunun MR'ini niyə düz hesablamışam? Çünki 14,2 ilə elədim. N-in yerinə 8 qoydum. Bu formulu MR'ini hesablamadı. Ona görə bu MR düz çıxıb. Amma burada hesabda N-in yerinə 8 qoyub 2,8'in 16'da 6 çıxanda 12 eləmir təbii ki. Neyse. İndi 0,2'ni ona vurduq. Burada 2 hidrogen 2 mol hidrojen var. Burada 1 atmalıyam ki 1,2'nin 2 eləsin. Cəmi də 1,8 mol. Nəsə şübhəli gəldi bu. Çünki C7H8'dir. C8H10 olmalıdır. Amma mən 12 yazdığım üçün biraz şübhəli hiss elədim. Heç nə. Bu da 1,8 oldu. Getdik 5-ci suala. 1 mol alkilin tam yanmasında sərf olunan oksigenin kütləsi A qram. Tam yanmasına alınan CO2'nin kütləsi də A qramdır. Alkilini tanımırıq. CnH2n minus 2 yazırıq. Bunun 1 molunun tam yanmasına bildiyiniz kimi 3,1 böl 2 O2 sərf olunurdu. M mol CO2 alınır. Sudan bir söhbət yoxdur. Yazmaya da bilərik. Yazdım. Neyse. İndi sərf olunan oksigen kütləsi ilə alınan CO2'nin kütlələri 1 mola görə bərabərdir. İndi burada sərf olunan oksigen kütləsi 3,1 böl 2 molu vururuq 32'yə. Bu sərf olunan oksigen kütləsi. Karbon qazda 44 endi. Deməli 32 burada 16 qaldı. 16 ilə 44'ü 4'ə ixtisarlasam 11 4 qaldı. 4'ü vuram 3,1'ə 12n çıx 4 bərabərdir 11n. N də bərabərdir 4. Deməli alkilimiz C4H6 imiş. İndi X maddəsi natriumla reaksiya daxil olmursa onun formulu. Natriumla daxil olmursa deməli 3 qat rabitəsi zəncirin kənarında deyil. 3 qat rabitəli karbonda H yoxdur. Deməli bu butin 2'dir. Formulunun 1 mol brom ilə reaksiya tənliyini 1 mol brom ilə bunun reaksiya tənliyini yazsaq, piraltən biri qırılacaq, CH3, C brom, 2 qat, C brom, CH3. Və alınan maddənin cis formasını yazaq, problem deyil. Cis formanı yazmaq üçün 2 qat karbonları ilk öncə yazırsınız. 2 qat karbonlar birinə brom birləşib, digərinə bir metil qrupu birləşib
və yenə digər tərəfdə brom və metil birləşib sis yazmaq istəyirsə, bromları bir istiqamətdə, metilləri bir istiqamətdə yazırıq və formulumuz da bu olacaq. Deməli, sis formasının formulu bu olacaq. 6-cı suala baxırıq, davam edirik 6-cı sualla. Deməli, C6H5 buradan bilirsiniz ki, C6H5, CO natrium. Natrium OH-la bu benzol və natrium karbonat verir. Biraz kiçildək. Bəli. Buzlu suya gələn burada benzoldur. C6H6. Natrium karbonat təbii ki, gəlməz ora. Çünki duzdur. Burada qalır natrium karbonat. Benzol buxarları gələcək. Reaksiya tənliyi yazdıq. Məhsulun çıxımı 80% olarsa. 80%. Ha, X maddəsi benzol. 31,2 qram X maddəsi almaq üçün neçə mol duz lazım olduğunu hesabla. Neçə mol duz lazımdır? 31,2 qram X maddəsi, yəni benzol alınsın. 1 mol götürdükdə 78 qram alınır. Çıxım 80%. Çıxımı hara qoyurduq? İlkin maddənin üstünə. Məntiqi nə idi? Yəni biz əgər bu duzdan C6H5CO natrium benzoatdan X mol götürsək və onun 80% reaksiya girsə 31,2 qram benzol alınacaq. Məntiqi də budur. İlkin tərəfə qoymağın məntiqi çıxımı. Heç nə, X-i tapsaq 0,5 mi? Davam edirik 7-ci sual. Molekulunda minimum karbon atomu və bir asimetrik karbon atomu olan dixlor alkanın artıq miqdar qələvə spirtə məhlul reaksiyasına alınan alkilin səmərəli solu adını və nəysə. İndi molekulunda bir dixlor alkan yazmalıyam. Yəni CnH2 X2 dixlor 2. Amma bir asimetrik karbon olmalı. İndi bir karbonu mən həm asimetrik eləyim, həm də minimum karbon eləyim. Bunu eləyə bilmərəm də. Deməli, burada bu karbonu asimetrik etməyə çalışacağım. Buna bir H, bir xlor birləşdirirəm. Bir dənə bu tərəfdə metil qrupu birləşdirirəm. Və bir dənə də CH2 xlor birləşdirirəm. Daha az karbonla minimum sayda karbonu olan və bir asimetrik karbonu olan alkin yazmaq olmaz. Ona görə də bizim formulumuz budur. 1,2 dixlor propan, asimetrik karbonumuz da budur. Və bunu artıq miqdar qələvin spirtə məhlul ilə reaksiyasından kalium hidroksid 2 mol kalium hidroksid spirt götürdükdə deməli 2 mol H xlor çıxır bu formuldan və xlor çıxan karbonların arasına 3 qat rabitə gəlir. CH3, C3 qat CH3. 2 mol kalium xlorid və 2 mol da su alın. İndi alınan alkini səmərəli sulla adlandırın. Asetilen hissəm var. Metil asetilen. Onun molekulunda hibrid orbitalların sayını tapın. Bu karbon sp3 hibriddir. Bunlar sp hibriddir. Bir ədəd sp3 karbonda 4 hibrid orbital, 2 ədəd hər sp karbonda da 2 hibrid orbital varsa 2 plus 2. Yəni, çox açıqlamalar yazıram ki, haradan gəldiyini biləsiniz. Bu da 8 eləyəcək. 8-ci suala baxırıq. Vinil-asetilin molekulunda vinil-asetilin CH2, 2 qat CH, 213. Biz bunu 213 kimi yatdıracaq. 2, 1, 3. 2 qat, 1 qat, 3 qat. Bəli. Rabitə əmələ gətirən elektronların sayı. Rabitə əmələ gətirən elektronların sayı elə rabitə əmələ gətirən orbitalların sayına bərabərdir və bu valent cəmidir. Yəni vinil-asetilin özü C4H4. Karbonlar 4 valentlidir. 4 4-ün 16. Hidrogenlər 1 valentli. 4 1-in 4. 16 üstə 4 20. Və yaxud burada rabitələr sayarsınız. Deməli, rabitələr 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 rabitə var. 10 rabitəndə 2 elektrondan 20 elektron əmələ gətirir. Belə də tapa bilərsiniz. Polyar kovalent rabitələrin sayı H sayıdır 4. Rabitə əmələ gətirən qeyri-polyar kovalent rabitələrin sayı. Rabitə əmələ gətirən qeyri-polyar kovalent rabitəni H plus 2 pi deyərək də hesablaya bilərsiniz. Yəni 4 plus 2 vurulsun 1, 2, 3,
pi rabitə var 10 və yaxud belə də hesablaya bilərsiniz. Hidrogenlər qeyri-polyar rabitə əmələ gətirən qeyri-polyar koordinat rabitələrin sayı deyilmişik. Mən qeyri-hibrid orbital sayını tapdım. Bu yanlışdır. Rabitə əmələ gətirən qeyri-polyar koordinat rabitənin sayı nədir? Bu məntiqsiz sözdür. Molekula qeyri-polyar koordinat rabitənin sayı da. Yəni rabitə əmələ gətirən qeyri-polyar koordinat rabitə nə deməkdir? Heç nə. Mənasız cümlə qurulub burada. Demək 1, 2, 3, 4, 5, 6 dənə. 6 olacaq burada. Bu sözün əvvəli rabitə əmələ gətirən qeyri-polyar koordinat rabitələrin sayı məntiqsizdir. Rabitə əmələ gətirən qeyri-hibrid orbital deyilir adətən. Ona görə mən qeyri-hibridi hesabladım. 9-cu sualda 0,5 molunda 36 qram karbon və molekula 1,4 karbon atomu olan alkinin. Bunu bir dənə hesablayaq. Yəni, alkin CnH2-dir. 9-cu sualı həll edəcəyik. Və bunun 0,5 molunda 36 qram karbon var. 0,5 molunda 36 qram karbon. 1 molunda onda biz görürük ki 12 qram karbon var. N də bərabər eləyər buradan. Biraz mən hesablamalarım. 36 ilə bu getsə 2 dəfəcə 72-ni də 12-yə bölsə N6 eləyərdi. N6. Bəli. Bir dörtlü karbon atomu olan alkinin bir ədəd dörtlü karbonu varsa bu mütləq və mütləq belə yazılmalıdır. Başqa cür yazıla bilməz. Yəni həm bir dörtlü karbon olsun, həm alkin olsun, 3 qatı olsun. 3 qatı bu dörtlü karbon qoya bilmirik. Ona görə də bu formul yazılacaq. Su ilə reaksiyasına tənliyini yazın. Yazaq da. Alkinlər su ilə reaksiyaya girdikdə əgər asetlendirsə, bu bizə aldehid verir. Digər alkinlər bizə keton verir. Deməli, bu bura deyib CH. Əslində aralıq məhsul belə olur. COH, CH3, CH3, CH3. Sonra burada 2 qat rabitə ilə H yer dəyişikliyi olacaq. Əslində bunu mən deməsəydim də olardı. Birbaşa keton şəklində yazsaydım bəlkə də daha orta məktəb vari olardı. Bu şəkildə. Belə bir keton alınacaq. Alınan üzüm maddəni səmərəli üsulla adlandırın. Ketonlar səmərəli üsulla adlandırarkən bu hissəyə keton kimi baxırıq. Radikal metil, radikal üçlü butil, metil üçlü butil, keton. Sonra 10-cu suala baxırıq. 10-cu sualda bizə deyir ki, orada bir şey qalmadı ki. Benzol sırası karbohidrogeni, yəni CnH2-6 molekulunda atomların sayı, karbon atomları A, hidrogen atomları A+3. Fikir verin, hidrogenlər karbondan 3% çoxdur. Hidrogenlər karbondan 3% çoxdur. Yəni hidrogen sayından 2-6-dan karbon sayı N çıxsan, bu 3 verər. Bu nə ilədir? N bərabərdir 9. Yəni C9H12. Fərqə baxın, 12-dən 9 çıxanda 3 edir. A-nı A9. Və X-in molekulunda sp3 hibrid orbitallarını sayı. Əgər bu benzol homoloqudursa, burada 6 karbon sp2-dir. Qaldı 3 karbon sp3. Və 3 sp3 karbonda da, hər sp3 karbonda 4 hibrid orbital olduğuna görə 3 sp3 karbonda 12 hibrid orbital olacaq. Cavabımız 9 və 12 olacaq. Sonra, burada deməli, mən sual attırdım. Çünki o şəkli görmürdüm. Bir saniyə. Bu CnHn'dir. Bu da CXHY'dir. Qalanı oxunur. Burada da N deyir. Neyse. Deməli, CnHn'in 1 molu, CXHY'in də 1 molu tam yanma zamanı alınan karbon qazının mol sayı N+4'dür. CXHY ilə H2O NH3
reaksiya daxil olur. Aha, CXHY ilə gümüş peroksi amonyak məhlulu reaksiya daxil olur. Bu alkindir. Və bu alkinin 3 qatı da kənardadır. Kənarda olan alkindir. Eni müəyyən edin. CXHY maddəsinin beynəlxalq nomenklatura ilə adını yazın. İndi bizim karbon atomlarımızın sayı CN-HN-in tam yanmasından N mol CO2 yaranar. CXHY-in də tam yanmasından X mol CO2 yaranar. Deməli, bunların cəmi N plus X olar. Və bizə də deyir ki, bu N plus 4 alın. N-lər gedəcəyinə görə X 4. Deməli, bu və bu C4 olduğunu tapdı və əgər bu alkindirsə, gümüş peroksid amonyak məhlulu ilə reaksiya girən karbohidrogen isə bu alkindir. Yəni oradan o nəticəyə gəldiyimi, alkenlər, diskloalkanlar filan girmir reaksiya. Və alkindirsə C4H6 olacaq və gümüş peroksiddən reaksiya girirsə bu tin 1 olacaq. 3 qatı kənarda olan alkin olmalıdır ki, o şərt ödənsin. N-i müəyyən elədikmi, N-i müəyyən etməmişik. Bir saniyə, reaksiya daxil olur. N-i müəyyən edin və CXHY maddəsinin beynəlxalq adı artıq gözümün qabağındadır. Onun üçün bunu yazım. Bu olacaq butin 1. İndi gələk N-i müəyyən eləməyə. Deməli, N plus 4 idi. CN-HN-dir bu. CN-HN-dir. N plus 4. Bunun da N plus 4 bir saniyə. Buradan N-i biz necə ortaya çıxara bilərik? Maddən verib də alkindir. CN-HN olan alkin CH2-dir bir dənə. Bəli, alkin sözdən baxmıram. Çünki biraz çaşbaş qalmağımda səbəb nə oldu? N-ə aid heç bir bilgi yoxdur. Bir dənə bu bərabərliyi var. Buradan da N-lər götürür bir-birini. Yəni bunu götürüb N plus 4, N plus 4 yazmağın heç bir mənası yoxdur. N buradan çıxmır. Sadəcə sualı tam oxumaq lazımdır. Alkindir. CN-HN tipli alkin bir dənə CH2-dir. Başqa heç bir alkində karbon H bərabər olmur. Deməli N2 imiş. 12-ci sual. X maddəsinin laboratoriyada alınması aşağıdakı qurğuda kalsium karbidin su ilə reaksiyasından bildiyimiz kimi asetlen alınırdı və kalsium hidroksid alınırdı. Kalsium hidroksid və asetlen. İndi reaksiya tənliyini yazın və əmsallaşdırın. Bunu bir açıq yerdə yazaq. Belə olsun. 12-ci sual. Kalsium karbid üstə gəlsin su, kalsium hidroksid və asetlen alınır. Və burada əmsallaşdırsaq 1-ə 2 düşür. Bu qədər. İndi X molekulunda X asetlendir. Hibridləşmiş orbitalların sayını. Asetlen molekulu bilirsiniz ki, bu şəkildədir və burada 2 karbon atomu, ikisi də sp vəziyyətdədir. Hər sp karbonda 2 hibrid orbital var. 2 sp karbonda 4 hibrid orbital olacaq. Bu 2-nin cavabıdır. Və sigma rabitələrin sayda açıq zəncirdə və yaxud da görürük də sigmaları. 1, 2, 3 dənə. Bu qədər. 13-cü suala baxırıq. Kumol oksidləşib X plus Y verir. Z də su ilə reaksiya girərək X yaradır. Z alkinin və X maddəsinin quruluş formunu yazsın. Yazaq da. Kumol bildiyimiz kimi burada silirik 13-cü sual. Kumolun oksidləşməsindən izopropil benzolun yəni oksidləşməsindən bildiyiniz kimi fenol və aseton alınırdı. Fenol və aseton alınır. Deməli, X və Y alınır. Və Z alkininin də su ilə reaksiyasına X alınır. Və biz bayaq dedik ki, alkinlərdə asetlen olsa aldehid, digər alkinlər keton verir. Və aseton da ketondur. Demək ki, bu birinci reaksiyada alınan X maddəsi aseton, Y maddəsi də fenoldur. İndi Z alkinini deyir müəyyən edin. Z alkini su ilə reaksiya girib X-i, yəni asetonu verir. İndi su ilə reaksiya girərək aseton verirsə bu propendir. Propin gərək 3 karbon uyğunluq. Su ilə reaksiya girsin ki
keton, aseton versin və suallar izah edə bir şeyə çox fikir verdim. İndi sözün deyəsən çox deyil. Bəli. X maddəsinin 2 quruluş formulunu yazın. Hani X maddəsi? X maddəsinin quruluş formulunu yazmışıq da. Asetonun quruluş formulu yazılıb kosmosun qabağındadır. Y maddəsindən benzolun bir mərhələdə alınma reaksiya tənliyini yazın. Hani Y maddəsi? Y maddəsindən benzolun bir mərhələdə Y maddəsindən benzolun, yəni fenoldan benzolun alınma reaksiyası C6H5OH sinklə reaksiya girirdi və C6H6 ilə sink oksidi alınırdı və bu laboratoriya üsulu idi. Bu reaksiyanı soruşur bizdən burada. Bəli. Sonra 14-cü suala baxırıq. Çox qısa bir sualdır. Y kalsium karbid su ilə nəsə X verdi bu belə filan. Gəlin burada bir dənə reaksiyaları tamamlayaq. Kalsium karbidin xanımlar və cənablar su ilə reaksiyasından kalsium hidroksid və asetilin alınır. Və H-xlorla reaksiya Y deyir maddəsi bromlu suyu rəngsləşdirir. H-xlorla kalsium hidroksiddə reaksiya girir, asetilin də reaksiya girir. Amma kalsium hidroksidin H-xlorla reaksiya məhsulu bromlu suyu rəngsləşdirməz. Asetilinin H-xlorla birin-birə reaksiya məhsulu bromlu suyu rəngsləşdirər. CH2, 2 qat, CH, xlor, vinil xlorid. Deyir, Y maddəsini, onun quruluş formunu yazın, yazdıq. Sonra və bu maddənin polimerləşmə reaksiya tənliyini yazın. Onu da yazaq, 2 qoyaq. N mol CH2, 2 qat CH, xlor. Bu polimerləşəndə CH2, CH, xlor, bax belə olacaq. Bu belə. Sonra birinci reaksiyanın çıxımı 75%, ikinci reaksiyanın çıxımı 50% olarsa 1,5 mol. Birinci reaksiya bu. İkinci reaksiyanın çıxımı 50% bir neçə qram kalsium karbid. Yaxşı, heç bir problem yoxdur burada. İkinci reaksiyamız da bu oldu da. Deməli, kalsium karbiddən asetilin alınır birin-birə, asetilindən də vinil xlor alınır birin-birə. Bəli. İndi burada mən nə edəcəm? Çıxım faizi tapacağam. Yəni baxın, mərhələ kalsium karbid, asetilin, vinil xlorid deyil, C2H3 xlor. Ayrı-ayrı mərhələlərin mən burada durub hesabını aparmayacağım. Çıxım faizi 75-in %50'sini tapıram. Bu edir 37,5%. Deməli, buradan bura gəliş birbaşa 37,5%-dir. Onda bu mərhələni itirirəm. Birbaşa bunu yazıram. Mənə deyir ki, 1,5 mol bunu almaq üçün neçə qram kalsium karbid lazımdır? X qram lazımdır. 1 mol almaq üçün 64 qram lazımdır və çıxın da 37,5%-dir. Yəni çıxımı hara qoyurduq? Bura 37,5 bölü 100. Yəni 0,375. Bu da bizim hesabımız. Çıxımı həmişə ilk maddənin üstünə qoyuruq. Hesablayaq. 64 vurulsun 1,5 bölünsün 0,375. Cavab da 256 qram eləyəcək. Çox asan bir üsul. Buyurun, istifadə edin. 15-ci sual. Davam edək. Strol. Molekula hidrogen sayı A. Alkin də A. Strol bilirik ki, C8H8 və molekulunda 8 hidrogeni olan alkində C5H8. Maddə miqdarı bu 0,1 mol, bu da X mol. Alkinin kimya formulunu yazdım. C5H8. İndi qarışıq maksimum 2000 qram 4%li bromlu suyu rəngsləşdirərsə 2000 qram 4%li bromlu su məhlulu 2000 %4 1, 1, 2, 2 deməli bu edir 80 qram brom 2. Yəni bu məhlulun içində bromun emeri brom 2 şəklində reaksiya girir 160'dır. 0,5 mol brom 2. Deməli bu qarışıq 0,1 mol strol və X mol pentin. İndi bu neçə 2 metil butin 2 filan da ola bilər. 3 metil butin 1 ola bilər. 2 metil butin 2 olması biraz inandırıcı deyil. Orada 5 valent olur.
Bunlar ikisi bir yerdə 0,5 mol bromla reaksiya giribsə, X-i hesablayın deyir. Bu stirol 1-1-ə bromlaşır. Yəni C8H8-in brom ilə reaksiyası o vinil qrupundakı pi rabitənin hesabına 1-1-ədir. C8H8 brom 2. Yəni 1 mol əgər stirol 1 mol bromla reaksiya girirsə 0,1 molda elə 0,1 molla reaksiya girər və burada 0,5 mol bromun da demək ki 0,4 molu bu X mol C5H8 ilə reaksiya girir. C5H8 bildiyimiz kimi alkindir. Alkinlərin 1 molu ən çoxu 2 mol bromla tam reaksiya girər. C5H8 brom 4. İndi 1 molu 2 molla reaksiya girir və dedik ki 0,4 mol brom burada sərf olunur. Bu da X. X ilə bərabər olacaq 0,2 mol. Bunun da cavabı 0,2 olacaq. İkincinin cavabı. 16-cı suala gəldik. X alkinin molekulunda hibrid orbitalların sayı A. Molekulda rabitə əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalların sayı açıq 2-dir. Nə soruşur? X-in formulunu yaz. Təbii ki, X-in formulunu yazacağıq. Deməli, hibrid A, rabitə əmələ gələn iştirak edən qeyri-hibriddə A-2-dir. CnH2-2 formullu bir alkinin hibrid orbitallarının sayı karbohidrogenlər üçün molekulda hibrid orbitalları 4n-2pi, qeyri-hibrid orbitalların sayı H+2pi demişdik. İndi alkinlərdə 4n-4 olacaq. Burada da 2n-2 plus 4 olacaq. Yəni 2n plus 2 olacaq. Bu A-ya, bu da A-2-yə bərabərdir. Yəni hibrid orbitallarından rabitə əmələ gətirən qeyri-hibrid orbitalları çıxsaq 2 fərq alarıq. 4n-4 çıxılsın. 2n plus 2 bərabərdir 2. Deməli, burada nə edəcəyik? 2n bunu 2 minus eləyəcək. Minus 6 bərabərdir 2. n bərabərdir 4. Deməli, alkinimizin 4 karbonu var imiş. C4 H6 olacaq. C4H6 və X-in bromlu suyu rəngsləşməkdən səbəb olan reaksiya tənliyini yazın. X-in bromlu suyu rəngsləşdirmə reaksiyasını yazaq da. Yəni bu birin cavabı oldu. 2-nin də cavabını yazanda belə yazacaq. Plus brom 2 və alkin olduğu üçün 2 mol brom 2 C4H6 brom 4 olacaq. Yazdıq. Doymuş birləşmə əmələ gəlir. Yəni doymuş birləşmə əmələ gəlir dediyi üçün elə 2 mol olur tam reaksiya. Bu alkinin 10,8 qramın rəngsləşdirdiyi 4%li bromlu suyun kütləsini hesablayın. Bu alkinin 10,4 qram, 10,8 qramı x qram bromun özü ilə reaksiya girər. C4H6 52 deyəsə 48 plus 6 kimi. Bəli, 54. Yaxşı. Bəli, yaxşı hesablamışam. Bu da 2 vur 160. Burada bu 0 bunu belə 108 ama 2, 2'nin 4, 4, o 64 qram. Deməli o 4%li brom məhlulunun içində 64 qram brom var. Bizdənsə bromlu suyun kütləsi, yəni o məhlulun bütününü istəyir. Biz də deyirik ki, 64 qram əgər bu bromlu suyun, yəni məhlulun 4%-ni təşkil edirsə, məhlul özü də 100%-dir də. Heç nə, bununla bu 16, məhlulumuz da olacaq. Məhlulumuz 16.000 qram. 1600 qram 100'ə vururam. 16 100'ə vuranda 1600 qram eləyəcək. Bu da belə. 17-ci suala baxırıq. Yenə alkinstirol atomların sayı. Bəli. Deməli, stirol C8H8'dir də. Alkin də CnH2n-2. Eyni kütləli stirol ilə. İndi A-nı tapa bilərik burada. Yəni, stirolda neçə hidrogen var? Neçə atom var? 16 atom. 16 mol atom saxlayan stirol. Stirolun əməri C8H8 vur 12 üstü gəlsin 8. 104 qramdır. Yəni, buraları təmizləyək. Bəli. Hara getdi?
Aha. Bir saniye. Böyle yazmışım. Ben. Aha. Görünür. 104 qramdır. Bəs 4 mol atom saxlayan sterol neçə qramdır? A qram imiş. A da bərabər olar 16. 4 dəfə 104-ü 4-ə bölərik. 26. İndi tanımadığımız bu alkinin 26 qramında 4 mol atom var. 14-ün çıx ikisində də 3n-2 mol atom var. Tanımadığımız alkinin. 26 ilə 4 bir dənə 2-yə xəsarət 13. 13'ü bura vuracaq, bunu da bura vuracaq. Deməli 13'ü bura vursaq 39-ən çıx 26 bərabərdir 28-ən çıx 4. Bu o tərəfə keçsə 13-ən bərabərdir 26 da o tərəfə keçsə 39 çıx 28 11-ən eləyir. 11'ən n də bərabərdir 2. Deməli alkinimiz hər yer yazılır. S2H2 imiş. Asetilin. A-nı tapdıq. A-nı neçə tapdıq? A-nı 26 tapmışıq. Alkin molekulyar rabitələrinin ümumi sayını hesablayın. Bu asetilindir. Asetilinsə budur da. 1, 2, 3, 4, 5 rabitə var ümumilikdə. İkincinin də cavabı 5 olacaq. 18-ci suala baxırıq. Bitmir ha. Sonları xüsusən çətin gəlir. Yəni çətin necə çox həll tələb edir, uzadır. 2 mol alkin və x mol hidrogenin tam reaksiyasından tərkibində bərabər mol sayda alkin və alkan olan qarışıq alınır. X hesablayın. Alınmış karbohidrogenə qarşı orta molyar kütləsi 42 qram bölü mol olarsa alkin molekülünün nə isə atomların sayını hesablayın. Deməli 2 mol alkinin və x mol hidrogenin bərabər mol sayda alkin və alkan olan qarışıq alınır. Alkin hidrogenləşsin. Deməli, bunun tam hidrogenləşməsinə 2 mol hidrogen sərf olunar. CnH2n plus 2 alınır. Deməli, yoldaşlar, 2 mol alkinin tam hidrogenləşməsi baş verib və bərabər mol sayda olan alkin və alkan qarışıq alınır. Deməli, alkin hamısı reaksiyaya girməyib, amma tam hidrogenləşmə dediyi üçün hidrogenin hamısı reaksiyaya girib. İndi və bərabər molda alkin və alkan qalıbsa 2 molun bərabər mola bölək. Bunun deməli 1 molu hidrogenləşib, 1 molu da elə alkin şəklində qalıb da. Onda biz nə deyəcəyik? X mol hidrogen əgər olubsa elə 2x2-dir. Çünki 1 mol alkinin tam hidrogenləşməsinə elə 2 mol hidrogen lazımdır və bu da 2-dir. X2-dir. Alınmış karbohidrogenə qarşı orta molyar kütləsi 42 qram bölü mol olarsa. Deməli 1 mol alkanımız və 1 mol da alkinimiz var. CnH2n-2'miz var. Ortada 42-dir. Belə çıxır ki, bu alkinlərdən biri 42-dən böyük, biri 42-dən. Yəni alkan və alkindən birinin əməri 42-dən böyük, biri 42-dən kiçikdir. Bunu sadəcə olaraq biz necə fikirləşə bilərik? Məsələn, asetilin fikirləşsək, sadə şəkildə asetilin hidrogenləşməsindən C2H6 etan alınır. Asetilin 26-dır, bu 30. Olmaz da 42 olmaz. C3H4'ü fikirləşsək, özü 40-dır. Hidrogenləşəndə isə C3H8 44 verir. Bu olar. Məsələn, C4H6 artıq fikirləşə bilmərəm. Çünki bu artıq 52-dir. Amma bizə orta 42 veribsə, alkin və alkan. Deməli, birinin əməri 42-dən kiçik, biri 42-dən böyük olmalı. Deyə bilərsiniz, bəs alkan niyə 42-dən kiçik olmaz? Alkan 42-dən kiçik götürə bilərik, amma onun hidrogenləşməsi, o hidrogenləşərək, yəni asetilin, alkin hidrogenləşərək alkana çevrilirsə, alkin lap az olacaq. Yəni, alkanı 42-dən kiçik götürürsək, alkini ondan da kiçik olacaq. Yəni, götürə bilmərik. Alkan burada böyük tərəf olmalıdır.
Demək ki, elə alkinimiz C3H4, alkanımız da C3H8'miş. Bu bəsit fikirləşməkdir, sadə, yəni işin özü. Alkin molekul atomların sayı 7 mol atom var. Uzatmadan. Amma uzatsaq necə olardı? Uzadıq da yaza bilərik. Baxın, 1 mol alkan və 1 mol alkindən ibarət qarışığımız var. Bunların M ortası 42 bərabərdir yazacağıq. 14M plus 2 plus 14M minus 2 bölünsün 2'ye. 84 bərabərdir. 28N bunlar gedəcək. 28N-ə. N də bərabər olacaq. 84 böl 28 3'ə. Onu onsuz da mən sadə yolla demişdim. Bəli. Sonra 19-cu suala baxırıq. 19-cu sualda bizə deyir ki, bayaq bunu yazdıq da, amma burada bir dənə diqqətli olun. Çünki oxlar hər ikisi qısada. Deməli, kumol oksidləşir X verir, alkin də hidratlaşır X verir. Biz bayaq dedik ki, kumolun oksidləşməsindən və ya hər hansı bir alkin hidratlaşmasından alınan ortaq maddə nə idi? Aseton idi. Həm kumoldan alınır, həm də propindən alınır. Demək, X maddəsi asetondur. X maddəsini və alkinin beynəlxalq nomenklatura ilə adı alkinimiz də propin olmalıdır ki, bunu bayaq yazmışam deyə də ətraflı yazdım. Bu maddə alınsın. Uzatmırıq onu. 20-ci suala baxırıq. 0,2 mol alkinin 1600 qram X faizli bromlu su reaksiyası nəticəsində hibrid öptalansa 25% artır. Alkin kimya formulunu yazın və X hesablayın. Alkin brom ilə 1,2 mol nisbətində reaksiya daxil olur. Yəni tam reaksiya demək istəyir də. Plus brom 2 CnH2 minus 2 brom 4 2 mol. Deməli, 1600 qram X faizli bromlu su. İndi gəlin görək elə 0,2 mol hər hansı bir alkini, amma alkinin biz burada formulunu tapmaq üçün bizə gərək hibrid orbital söhbətindən istifadə edək. İlk öncə, sonra bu X-i tapaq. Yoxsa belə 2 məhsul olur. Ona görə ilk öncə hibrid orbitalların sayı. Deməli, bromlu su reaksiyası nəticəsində hibrid orbitalların sayı 25% artır. Alkinlərdə hibrid orbitalların sayı, yəni belə deyək də, hər hansı bir alkin olsun, məsələn propin, bu tam bromlaşsa dibrom alkana çevrilər. Dibrom alkana. Yəni niyə görə deyirəm bunu? Siz istənilən alkin yazsaz, yenə də alkanların tetrahalogenli törəməsi, tetrabrom törəməsi alınacaq. Yəni buradakı sp hibrid orbitallar sp3 vəziyyətə çevriləcək. Bunu demək istəyirik. Yaxşımı? İstənilən halda alkinin hibrid orbitalları 4n minus 4 idi. 4n minus 2 pi. Pi də 2 olduğu üçün 4n minus 4. Bu gəlir olur 4n. Alkanlarda artıq tetrabrom alkan da olsa 4n olacaq. Artım neçədir? 4. Və bu 4 25%. Həmişə belə halda ilkinə 100% deyirsiniz. Yəni 4 və minus 4 özü 100% idi. Artım 4'dür, o da 25%. Getdi ixtisar 4. 4'dən çıx 4 bərabərdir 16. Getdi 20 M4. 24 M5. 24'ə böləndə 5 edir. Deməli bu alkinimiz C5H8 imiş. C5H8 imiş. Yoxsa biz bunu tapa bilməzdik də, yaxşımı? İndi baxın, burada C5H8 qoyub hesabımızı aparacaq. Deməli, buranı silək. Bunu artıq C5H8 şəklində yazacaq. Bu nümunə idi. Hibrid orbitalları göstərmək üçün. Deməli, C5H8 üstə gəlsin 2 mol brom 2, C5H8 brom 4. Silirəm və tənasübünü qoyuram. 0,2 mol C5H8'in tam bromlaşması üçün bromun özü A qram deyək brom lazımdır. C5H8 özü moldur da 1 moluna 2 vur, brom 260 lazımdır. Yəni neçə qram brom özü lazımdır? A bərabərdir. Bunu tapaq. Deməli, bunu belə 2-2-nin 4, 4'ü 16'ya vuranda 64 qram bromun özü lazımdır. İndi
64 qram brom x faizlidir. Yəni burada x faiz bərabərdir elə özümüz maddə kütlə payı distirin hesaba görə 64 bölsün 1600 vurulsun 1000 deyə bilər. 1000 yox 100 bağışlayın. Bu da 4% eləyəcək. 4%li brom məhlulu olacaq. Cavabımız 4%. X4. 21-ci sualda bizə deyir ki, benzol və alkin qarışığının 23,8 qramının tam hidrogenləşməsinə 0,8 mol hidrogen sərf olunur. Yəni, benzol mübarəkin tam hidrogenləşməsinə 3 mol hidrogen lazımdır ki, bu disiklohexana çevrilsin. Alkin bilmirik. CnH2- tərkibli bir alkinin tam hidrogenləşməsinə 2 mol hidrogen lazımdır ki, CnH2+2 yəni alkana çevrilsin. İndi bu qarışığın bütünü 23,8 qramdır və 0,8 mol hidrogen sərf olunur. Bu qarışığın hidratlaşmasına 1,8 qram su tələb olunur. Biz buradan hidrogenin mol sayından benzolun neysə eləyə bilərikmi? İkisi birdir. Burada gərək x deyək. Bu məsləhət deyil. Hidratlaşmaya bir dənə baxaq. Çünki hidratlaşma bizə nəsə verə bilər. Necə nəsə verə bilər onu deyim. CnH2- tərkibli alkin hidratlaşanda CnH2O tərkibli bir aldehid və ya ketona çevrilə bilər. Yəni məsələ nədir burada? Mol söhbət. 1,8 qram su, suyun əməri 18. 0,1 mol sudur. Yəni əgər hər hansı bir alkinin fərqi yoxdur. Bu reaksiya 1-in 1-ədir. 0,1 hidratlaşmasında 0,1 mol su sərf olunursa, tam sərf olunursa, həmin alkin də 0,1 moldur. İndi alkinim 0,1 moldursa, 1 mol alkinə 2 mol hidrogen sərf olunursa, tam hidrogenləşməsində 0,1 mol, 0,2 mol sərf olunar. Və benzol və alkinə ikisi bir də 0,8 mol hidrogen sərf olunubsa, 0,2 molu dedik alkinə sərf olunubsa, onda 0,6 mol da benzola sərf olunar. O zaman deyəcək 3 mol hidrogen 78 qram benzolu tam hidrogenləşdirər, 0,6 molu x qram. Bu da 0,2-dən 15,6 qram edir. Deməli, mənim benzolum burada 15,6 qram imiş. 23,8-dən 15,6-nı çıxsaq, 8,2 qram alkinim qalır. İndi alkini burada rahat hesablaya bilərəm. Çünki biz alkinin 0,1 mol olduğunu tapmışdıq. 0,1 mol alkinim 8,2 qramdırsa, 1 molu ümumi formuldan 14-dən çıx 2 yazsam, n də bərabər olar 84 bölü 14. 6. Yəni alkinim C6H10'dur. C6H10'dur. Alkin molekulunda sp3 hibrid orbitalların sayını hesablayın. Biz bilirik ki, alkinlərdə 2 karbon sp-dir. 6 karbondan deməli 4 karbon sp3 olacaq. Bir sp3 karbonda 4 hibrid orbital varsa, 4 sp3 karbonda 16 sp3 hibrid orbital olacaq. 2-nin də cavabı 16 olacaq. Uzun məsələ idi. Xeyli uzun məsələ idi. Və 22-ci suala baxırıq. Deyir ki, alkin CnH2-2 və oksigendən ibarət qarışığın normal şəraitdə sıxlığı O2-dən ibarət bu qarışığın normal şəraitdə sıxlığı 1,5 qram bölü litrdir. Yəni bu qarışığın 1 litri 1,5 qramdır. Bəs normal şəraitdə 1 molu 22,4 litri neçə qramdır? X. Deməli bu eləyəcək 22,4 vurulsun 1,5 33,6. Yəni bu qarışığın 22,4 litri qarışığın 1 moludur. Qarışığın 1 molu 1 mol qarışığın kütləsi m ortadır. Yəni biz bu qarışığın m ortasını tapdıq ki, 33,6-dır. Tam yanma reaksiyası zamanı qarışıqda maddələr tam sərf olunursa, İndi alkinlə oksigenin tam yanma reaksiyasında biz bilirdik ki, 1 mol alkinin tam yanmasına 3n-1 böl 2 mol O2 sərf olunur. Deməli elə qarışığımız bu mol nisbətindədir. Bu mol nisbətindədir. O zaman deyəcək ki,
33,6 bərabərdir. 1 mol alkin 14 minus 2 üstə gəlsin. Bunu sadə olsun deyə kəsirli də olsa 3 minus 1 bölü 2-ni 1,5 minus 3 0,5 mol yazacağım. Və burada 1,5 m çıx 0,5-i oksigen emerinə 32'ye vuracağım. Və aşağıya mol cəmin, bununla mol cəmin yazacağım. 1,5 m plus 0,5 və hesabıma aparıram. Burada hepsini vuracağıq. 50,4 n üstə gəlsin. 33,6 vurulsun 0,5 16,8 bərabərdir. Buranı bir dənə vuraq, açaq. 32-ni 1,5-ə vursaq 48 n çıxılsın 16. Burada 48 n çıxılsın 16 qalır. Və buradan 48 n-lə 14 n-i toplasaq 60 n çıxılsın 18 olacaq. Bu tərəfə keçəndə 9,6 n bərabərdir. Bu tərəfə keçsə 34,8 n də bərabərdir. Bir saniyə. 34,8 yox. Burada nəsə hesab səhv eləmişik. Bu plusdur. Bu 1,5'dir. 14 n 32-ni deməli 1,5 orada 48 n çıx 16. Hesablara bir də baxmaq lazımdır. Bu 50,4 n. Bu qəşəng. Bu da 16,8. Burada 48 üstə 14 gəlməli idi. Mən 12 gəlmişim. 62 n olacaq. Deməli, hər şey düz olur. Bir dənə toplama çıxma. Hələ kalkulyatorla hesablayıram da. Bu 11,6 edir. 11,6 n. 34,8 bölünsün 11,6. N3 eləyəcək. Deməli, alkinimiz N3 imiş. Biraz uzun oldu. Deməli, alkinin kimya formulunu yazın deyir. C3H4. Və onun molekülün hibrid orbitallarının sayı. Alkinlərdə 3 karbondan 2'si sp idi, 2 vur 2. Biri sp3 olacaq. Cəmi 3 karbonda, o da 4 hibrid orbital. 8 hibrid orbital olacaq. Burada bayaqki üsuldan niyə eləyə bilmədik? M orta 33,6-dır. 33,6. Deməli, bu oksigenlə hər hansı bir alkinin M ortası 33,6, oksigen öz emeri 32'dir. Və bu alkin də 32'dən böyük olmalıdır. İndi söz yox, burada C3H4 çıxdı. C3H4 özü 40'dır. Amma burada təkcə C3H4'ü yox, İstənilən 3 karbondan böyük alkini götürmək olar. Çünki alınan M orta oksigenlə, yəni 32 ilə digər alkinlər, yəni 3 və ya 3'dən böyük alkinlər 33,6-dan böyükdür. Ona görə burada o asan üsulu burada istifadə edə bilmədik. Belə bir uzun həll yolu getdik. Bəs burada biz xaç üsulundan istifadə edə bilərdikmi? Bir dənə ona da baxaq. Yəni onsuz sualın vaxtı uzanıb, baxaq ona da. Cavabı çıxarmışıq onsuz. İndi biz M ortanı 33,6 tapmışdıq. Bunlardan biri oksigenli, biri də 14-2'dir. Alkinimiz. İndi 14-2 biraz eybəcər hesab ola bilər. Buna bir alkin emerinə x deyək. Oksigen emeri 32'dir. Və oksigen 32'dirsə, alkinimiz emeri 32'dən böyük olacaq. Yəni biz bu diaqnala x minus 33,6 yazarıq. Bu diaqnala isə 33,6-dan çıx 32, 1,6 yazarıq. Və mol nisbətləri də oksigenin molu 1,5 n çıx 0,5, alkinin molu da 1 idi. Elə bilirəm bu daha asan hesab olar. X minus 33,6 bərabərdir. 1,6-nı 1,5'ə vursaq, deməli, burada n var da prosta. Gərək biz x-in emerin elə biz 14 minus 2 yazardıq.
N'ler bir-birini götürsün deyə. N'ler bir-birini götürsün deyə və ya N bir yerə yığılsın deyə. Bu olar 14'ün minus 35 tam. Onda 6. X'in yerine elə bil 14'ün minus 2 qoyduq da. Aha. Buradan da 1.6 vurulsun. 1.6 vurulsun 1.5. 2.4 n minus 1.6 0.8. Bu o tərəfə keçsə 11.6 n bərabərdir. Bu da bu tərəfə keçsə 34.8 n bərabərdir 3 çıxacaq. Yəni bu daha asan hesabdır əslində. Bayaq elədiyimdən daha asan hesabdır. Belə də eləyə bilərsiniz. Sonra 23-cü sual. Alkinin sp hibrid orbitallarının sayı A-dır. Rabitə mərcəmində iştirak edən sp3 hibrid orbitallarda A-dır. Alkinlərdə həmişə alkin molekulunda sp hibrid orbitallar 4-dür. Deməli sp3 də 4-dürsə, 1 sp3 karbon var. Yəni 2 dənə bu karbon hökman olmalıdır və 4 sp3 hibrid orbital 1 sp3 karbon deməkdir. Deməli bu alkin propin imiş. Yəni hibridləşməmiş orbitalları istəyir. 4 dənə hidrogen plus hibridləşməmiş orbitalları siz pi rabitələrdə axtarın. Hər pi rabitə 2 hibridləşməmiş p orbital vasitəsilə yaranır. 4 dənə də oradan gəlir. Bu elədir 8. Və yaxud H plus 2pi deyə bilərsiniz karbohidrogenda. H4 üstə gəlsin 2 vur pilərin sayı 2. Bu da yenə də 8 eləyəcək. Eyni şeydir bunlar. Eyni hesabdır. Və deyir alkinin səmərəli üsulu adını yazın. B-ni 8 tapdıq yəni. Səmərəli üsulu adı da metil asetil. Bu qədər. Çox yorucu və uzun bir test idi. Demək olar hər şey yazılı idi. Heç bir sual olmadı ki, şifahi olsun. Bir də bu 19-cu sual şifahi fasan oldu. O da əvvəldə yazılmışdı deyə yazı olmadı. Bəli, bu qədər. Sağ olun. Hələlik.